pıçıldayır, yüreği pıçıldayır, dağlar kimi, dağlar kimi. Külək diye belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Külək diye belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Çağırmış beni, sevgilim görüşe çağırmış beni, ben nece unudum alıp geçeni. O değil astaca sevmirem seni. Astaca sevmirəm səni, külək niyə belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Canaya cananam, o ürək ağrıttın, ürəyin ciddi, gönlümün sevimli nəğməsidir. O ürək ağrıttı, ürəyim ciddi, gönlümün sevimli nəğməsidir. Sanki məhəbbətim, sanki məhəbbətim xəyal gedir, xəyal gedir. Niyə belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Külək niyə belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Külək niyə belə əsirsən külək, niyə ümidimi kəsirsən külək? Əziz sənətsevərlər, hörmətli tamaşaçılar, səxavətsevərlər, Beynəlxalq Muğam Mərkəzinin bu doğma salonunda hamılıqla xoş gördük sizi. Dinlədiyiniz bu mahnı xəyalınızı yəqin uzaqlara apardı. Kimini gəncliyinə qaytardı. Kimini də gələcəyin işıq dayanacağında sağ-salamat yerə indirdi. Səsin qanadlarında haracan desən uçmaq olar. Nadir səsin, ecazkar səsin, ürəkdən gəlib ürəkləri oxşayan səsin. Əgər geriyə bu salona qayıtdınızsa, bu səsi bir də alqışlayın. ...1953-cü ildə doğuldu, 1991-ci ildə həlak oldu. İndi isə
yaşı 60'ı adlayır. Statistika sənətkar haqqında heç nə demir. Çünki sənətkarın adından ancaq onun sənəti danışa bilər. Sağlığında da, dünyasını dəyişəndən sonra da. Bu gerçəyi Səxavət Məmmədov yaradıcılığı ilə bir daha təsdiqlədi. Onun 60 yaşı 38 ilə 22-nin cəmidir əslində. 38 il bu dünyanın, 22 sənə o dünyanın payına düşür. Amma xanəndənin şöhrəti illər ötdükcə daha da artır. Onun bir ucdan yeni lent yazıları tapılır, diskləri çıxır, rəsmi sayt açılır. Bax, budur sənətin ölməzliyi. Səxavət Məmmədov sağlığında Azərbaycan üçün muğam naminə əlindən gələni elədi. Azərbaycan dövləti və xalqı da həmişə onun sənətini uca tutur, ruhunu əziz saxlayır. Bax elə bu yubiley gecəsi də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xan Şuşinski Fondunun təşəbbüsü ilə hazırlanıb. Özü də məhz Muğam mərkəzində. Tədbirə ölkəmizin say seçmə ziyalıları, millət vəkilləri, sənət adamları dəvət olunub. Hamınızı ürəkdən alqışlayırıq. Səxavət Məmmədov xalq artisti Hacı Baba Hüseynovun tələbəsi olub. Sonra Humayun ansamblında çalışıb. Nəhayət, ötən əsrin 80-ci illərinin sonunda öz ansamblını yaradıb və Qarabağla Azərbaycan muğamını bir çox ölkədə uğurla təmsil edib. Onun qoyub getdiyi qiymətli irsin biri də məhz Qarabağ instrumental ansamblıdır. Qarabağ Səxavəti yaratmışdı. Səxavət isə Qarabağ ansamblını. Xanəndənin sənəti kimi onun ansamblda yaşayır. Beləliklə, Səxavət Məmmədov adına Qarabağ instrumental ansamblını səhnəyə dəvət edirik. Əməkdar artist Feyruz Səxavətin başçılıq etdiyi ansamblın musiqi rəhbəri, istedadlı tarzən, əməkdar artist Əliağa Sədiyevdir. Ansambl buradadırsa, deməli, canlı ifadə olacaq, daha doğrusu canlı ifalar olacaq. Bugünkü mahnıları Səxavətin repertuarından seçmişik. İlk ifanı xalq artisti Mələk xanım Əyyubovadan eşidəcəyik.
Zülfünden diye sübha kadar her gece sohbet, her yerde, her işrette o sohbet yine bayardı, yine bayardı. Mecnun ile Ferhad'ı sevirler bizim eller. Pir olsa da eşk ehline hürmet yine vardı. Vahi bu gazelde sana möcüz verir ilham. Senetkar özü yoksa da sanat yine vardı, yine vardı. Gelmişəm otağından oyadan səni, Qaragiləm oyadan səni. Ne güzel xalq eyləmiş yaradan səni, Qaragiləm yaradan səni. Götürüyüm mən qaçaram aradan səni, ay balam aradan
şəhərin küçələri dolan dolan, qara giləm dolan dolan. Sən ki məni sevmədin, get ayrı dolan, ay balam get ayrı dolan. Nə sənə qız qəhərdir, nə mənə oğlan, ay balam nə mənə oğlan. Nə sənə qız qəhərdir, nə mənə oğlan, ay balam nə mənə oğlan. Analı ey könlüm yaralı, dərbəm aralı, könlüm yaralı. Bir yar sevmişəm, ay balam eller maralı. Bir yar sevmişəm, ay balam eller maralı. Bir yar sevmişəm, ay balam Təbriz maralı. Bir yar sevmişəm, ay balam. Ay Təbriz Sağ olun. Səxavətin muğama vurğunluğu onu çox gənckən sənətə gətirmişdi. O hələ özü oxumamışdan ürəyi quş kimi ötürdü. Yaşı, tarixi, qərinələrin o üzünə gedib çıxan muğamda yeni cığır açmaq asan değildi. Amma Səxavət bunu bacardı. O artıq 22 ildir dünyadan köçüb, səsi isə yaşayır. Səsə zaval yoxdur, nə o dünyada, nə də bu dünyada. Fikrimizi hörmətli bəstəkar, xalq artisti Siyavuş Kərimi təsdiq eləyər. Buyurun Siyavuş müəllim. Əziz dostlar, hörmətli musiqi sevənlər, xanımlar, cənablar, bugün Azərbaycan mədəniyyətinin yəqin ki, ən xoş bir zamanıdır. Muğama, aşıq musiqisinə əsaslanan bizim musiqi mədəniyyətimiz bu günləri dünyanın müxtəlif ölkələrindən səsi gəlir. Müxtəlif ölkələrində onu alqışlayırlar, sevirlər, bənzərsiz bir mədəniyyət olduğunu söyləyirlər və buna valih olurlar. Bütün muğama böyük bir dəstək göstərilir. Muğam ifaçılarına, aşıq musiqisi ifaçılarına çox böyük dəstək, diqqət yetirilir. Əlbəttə ki, Azərbaycan muğam ifaçılığında dəyərli və əvəz olunmaz böyük sənətkarlar çoxdur. Və bugün
onun işığına toplaşmışıq. Azərbaycan xanəndəlik məktəbinin ən gözəl və gənc nümayəndələrindən biri olan, cəmi 38 il həyat sürərək, bəlkə də bir 100 illik həyatı yaşamağı bacaran bir insanın çırağına, onun ad gününü bir yerdə qeyd etməyə. Səxavət Məmmədov belə dəyərli xanəndələrdən, belə dəyərli sənətkarlardan biridir. Bayaq qeyd etdiyim kimi, muğam ifaçılığında çox böyük bizim sənətkarlarımız var. Və biz əgər Səxavət Məmmədovun parlaq yaradıcılığından danışırıqsa, özümüzə sual etməliyik. Bu parlaq yaradıcılıq bu ifaçılardan nə ilə fərqlənir? Nəyə görə biz belə Səxavətə, belə münasibətimiz var? Adətən xanəndəlik sənəti özü də bir vokal sənətidir. Və xanəndə ifaçıların əksəriyyəti götürsək, belə nəzər salsaq, əksəriyyəti tenor səsinə hərdən çox nadir hallarda ola bilsin, bariton tembrinə yaxın bizim xanəndələrimiz olub. Ələxüsus tenor, çox. Amma Səxavət Məmmədovun səsi bu ifaçılardan öz diapazonu ilə, öz tembr xüsusiyyəti ilə çox fərqlənir. Onun səsi, mən bayaq Səxavətə qulaq asırdım, o tenorda olan mezzo ilə sopran arasında olan bir tembrdir. Belə bir səsdir və bu səslə muğam ifa etmək əlbəttə ki, çox bir nadir haldır və çox kiçik bir zamanda xalqın sevgi və məhəbbətini qazanmış, xalqın populyar bir xanəndəsinə çevrilmişdir. Bu 38 il həyatı ərzində mən onu fədakar bir ifaçı adlandıra bilərəm. Çox saylı muğam yazıları, konsert fəaliyyəti bugünə qədər ondan bizlərə miras qalmış və onunla çalışan çox musiqiçilər bugünə qədər Səxavət Məmmədovun nə qədər bacarıqlı və çox böyük istedada malik bir xanəndə kimi yadda saxlayırlar. Nəinki yadda saxlayırlar və onu bugün təbliğ etməkdə davam edirlər. Mən elə insanlar tanıyıram və bəzilərini burada zalda görmüşəm. Bugünə qədər Səxavət Məmmədovun yaradıcılığına xüsusi münasibət, onun yazılarını, onun disklərini, onun video yazılarını bu günlərdə çoxaldaraq onları təbliğ etmək işi ilə də məşğuldurlar və bu çox savab bir işdir və mən bu işə görə də onlara özlərinin təşəkkürümü bildirirəm. Və bundan da əlavə bu günləri Azərbaycan muğam səhnəsində bu oxuma tərzini, belə bir oxuma tərzini davam eləyərək, bu fəaliyyəti yaşadaraq, Səxavətin kiçik qardaşı Firuz Səxavət günləri fəaliyyət göstərir və öz adının yanına, öz qardaşının adının, onun yaradıcılığından başqa, həm də əbədiləşməsi üçün özünü Firuz Səxavət adlandıraraq bu adı yaşadır və buna görə mən deyərdim ki, hər qardaş belə hərəkəti elə bilməz. Onun üçün yəqin ki, nə qədər böyük qardaş məhəbbəti, nə qədər böyük qardaşa sədaqət, onun yaradıcılığına böyük bir meyar kimi münasibət bəsləyən insan olmalısan
və buna görə də mən Firuza öz xüsusi təşəkkürümü bildirmək istəyirəm. Və əminəm ki, belə bir məhəbbətlə, belə bir münasibətlə Səxavət Məmmədov bu günləri də